müstakilliğimizin ilk aylarında 1991 yılın dekabr ayında 31 dekabrı Dünya Azerbaycanlılarının Hemreyliği Günü hakkında biz karar kabul ettik ve o vaxtdan biz bu günü büyük bayram kimi qeyd edirik ve o vaxtdan da dünyada yaşayan Azerbaycanlıları ile əlaqələrimiz tədricən inkişaf etmeye başladı. Bunlar hamısı Azerbaycan'ın müstakilliyinin ve Azerbaycan halkının milli azadlığının nəticəsidir. Biz isteyirik ki, müxtəlif ölkəlerde yaşayan Azerbaycanlılar öz ölkələrinin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancak heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən Azerbaycanlıları milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi değerlerimizdir, milli mədəniyyətimizdir. Ədəbiyyatımız, incə sənətimiz, musikimiz, şeirlərimiz, mahnılarımızdır. Xalqa məxsus olan adət-ənənlərdir. İnsan hangi ölsə də yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Bugün Dünya Azerbaycanlılarının Həmrəyliyi günüdür və əminəm ki, Dünya Azerbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Dünya güclərinin istəklərinə rəğmən dövlət suverenliyimizi də bərpa etdik. Yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq ölkəmizi də inamla idarə edirik. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss eləmişik və bugün əminəm ki, Dünya Azərbaycanlıları bütün yaşadıkları ölkələrdə başı dik, alnı açıq, üzü ağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər. Əminəm ki, ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Bütün dünyada yaşayan Azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm.